proqramımızda da var. Biz proqramda sizinlə biri bərabər neoetaxis.gov.az portalı ilə tanış olacağıq. Bu neoetaxis.gov.az portalının kim ki, misal üçün, artıq müəyyən məlumatı var, kim ki işləyir ki, mühasibə olur, bəzi məqamları bilir, bəzi bölmələrlə tanışdır. Biz bütün bölmələri burada keçəcəyik. Bizim internet vergi idarəmizdə. Bu internet vergi idarəsi nə üçün lazımdır? Hər bir vergi ödəyicisinin öz elektron kabineti var. Misal üçün, mənim öz otağım var. Mənə aid olan bütün əşyalar öz otağımdadır. Heç kəs gəlib mənim əşyalarıma əl vura bilməz, yoxsa qırğın çıxacaq, düzdürmü? Və vergi ödəyicilərində də elədir. Vergi ödəyicilərində hər birinin öz elektron kabineti var. Harda ki, bayaqlar bu sənədlər var, bayaqlar göstərdiyim. Harda ki, onun alış sənədləri qeyd olunur, harda ki, onun satış sənədləri qorunur, harda ki, onun alış aktları, daha da harda ki, onun ədəbi depozit hesabı, harda ki, onun məktubları, ərizələri, yəni ki, hər bir vergi ödəyicisinin öz şəxsi elektron kabineti var, harda ki, bütün məlumatlar orada qorunur. Və vergi orqanı bizimlə həmin kabinet vasitəsilə əlaqə saxlaya bilir. Yəni, internet vergi idarəmiz. Baxın, bu internet vergi idarəmizdir. Hər bir vergi ödəyicinin öz asan imzası olmalıdır. Yəni, öz elektron kabinetinə daxil olmaq üçün asan imza olmalıdır. Asan imzanı biz necə alırıq? İstənilən bir mobil operatora yaxınlaşdırırıq. Mobil operator nömrə alırıq və sadəcə xahiş edirik ki, mənim nömrəmə asan imza sertifikatı al, asan imza sertifikatı sifariş elə və daha sonra asan imza sertifikatı edəndən sonra biz həmin nömrəni öz vöyünümüzə bağlayırıq və bu da oldu bizim asan imza sertifikatımız. Yəni, asan imza vasitəsilə biz öz elektron kabinetimizə daxil ola bilirik. Əslində, kod parol şifrə ilə də daxil ola bilərik. Amma kod parol şifrə hər müəssisə verilməyib də, köhnə müəssisələr verib, təzə müəssisələr verilməyib. Kod parol şifrə ilə biz daxil olub sadəcə baxa bilərik, amma heç nə eləyə bilmərik. Amma asan imza vasitəsilə biz giririk, sənədləri imzalaya bilirik, göndərə bilirik, satış qayməsini yazıb göndərə bilirik, təsdiqləyə bilirik. Təsdiq etmək icazəmiz ancaq asan imza vasitəsilə olur. Əgər biz artıq, misal üçün, girək, sadəcə baxaq. Misal üçün, daxil oluram, daxil ol, asan imzamı qeyd elədim, ID kodumu qeyd elədim. Bunlar hamısı mobil operator tərəfindən verilir. Müəllimə, nə qədər asan imza var sizdə yaddaşda, o hamısını girirsiniz.